Bu ad Azərbaycan musiqisində təkrarlanmadı. 89 yaşında belə əfsanə olaraq qalır. Bugün Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, SSR və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Sənətkarın bugün 89 yaşı tamam olur. Zeynəb Xanlarova 1936-cı ilin 28 dekabrında Bakıda anadan olub. Bakı Pedaqoji Məktəbini və Asəf Zeynallı adına musiqi texnikumunu bitirib. O, yaradıcılıq yoluna 1961-ci ildə opera və balet teatrının solisti kimi başlayıb və Leyli və Məcnun, Əsli və Kərəm operalarında yaratdığı obrazlarla yadda qalıb. Zeynəb Xanlarova qadın xanəndələr arasında Çağargah muğamının ilk ifaçılarından biri olub, dünyanın bir çox ölkəsində konsertlər verib, filmlərə mövzu olub, deputat seçilib və Azərbaycanın ən ali ordenlərinə layiq görülüb. Bu ad təkcə sənət deyil, tarixdir.